Anar həkim, ilkin növbədə sizdən Allah çox razı olsun. Nəyə görə? Çünki mən 1 il öncə anal çatdırma əməliyyatı olmuşdum başqa bir yerdə. Ancaq 1 ildir, hardasa 1 ildən də çoxdur ki, mən ağrılarım kəsmirdi. Dünyam qarışırdı, hətta belə desək. Bilmirdim da, yəni çarəsini də tapa bilən həkim yox idi. Sonra sosial şəbəkədən sizi tapdım, Anar həkim. Gəldim, aşkar elədiniz ki, sən demə məndə anal fistula varmış, özü də mürəkkəb formasından. Sən əməliyyatın nə vaxt elə? 1 həftə öncə. 1 həftə öncə artıq otururam, rahat formada otura bilirəm, ağrısız. Əməliyyatdan sonra ağrım olmur. Əməliyyatdan sonra 1 qram ağrım olmuyor. Yəni möcüzəvi bir şeydir ki, bir il əzab çəkirsən, indi amma 1 həftədir. Vallahi yəni heç bir ağrı yoxdur. 1 həftədir mən yəni otura bilirəm. 1 illik əzaba son qoydum da belə. 1 illik əzaba son qoydum bir sözlə. Yəni mən 1 il öncə bu anal çatdırma əməliyyatı olunanda hətta 1 aylarla mən otura bilmirdim. Həkimə gedirəm, həkimlər deyir ki, yaxşıdır, normaldır. Yəni normaldırsa mən niyə otura bilmirəm? Yəni sonra Nə yaxşı oturmuşsun? Şükür. Allah sizdən razı olsun. Çox təşəkkür edirəm sizə. Cənab, sən sağ ol. Düz qeyd elədin ki, məsələn, 1 il öncə əməliyyat olunsan, mən bir əlavə edim ki, Kənanda anal darlıq və çox mürəkkəb nalvari fistul olmuşdur. Bu nalvari fistul da içəri hissədə olduğuna görə bəzən təcrübəsiz baxış və ya ixtisas mütəxəssisi olmayan bir insan onu aid edə bilir. Həqiqətən o çətin. Və bu mində bir hal ki, həmin kanalların içərisində durularaq bütün bağırsağın içərisində oturmuşdur. Şükürlər olsun, yəni buna aşkar elədik, əməliyyat elədik 1 həftə öncə və nə xoş bizə ki, sən bu gün sevinərək bizi ilə bölüşürsən. Və ən əsası da 1 illik əzablığa, əziyyətimə son qoydu. Şükür. Allah şəfanı versin. Çox sağ olun həkim. Gözəl qeyd edirsən, xəstəlik olmasın və olursa da düzgün ünvan, düzgün mütəxəssisə getmək lazımdır. Sağ ol qardaş. Siz də sağ olun. Təşəkkür edirəm.